o sözün ortasından danışırlar, əvvəlindən danışır və belə də yayımlayırlar, insanlar arasında fikir ayrılığı yaranır. Və bunlar da bu cürlə ki, o Peyğəmbərimizin bizə buyurduğu o zikri, bizə çatdırdığı o zikri ki, Peyğəmbərimizin qızındandır, xanım Zəhra salamullah əleyhadandır, bütün hədis mənbələrində öz yerini tapır. Ki, hətta biz bir neçə il bundan qabaq, haradasa bir təxminə olar, bir 6-7 il bundan qabaq, Allah rəhmət eləsin, Hacı Şahin Həsənli də bizimlə bir yerdə, Şamaxı məscidini, elə Siraz da bizimlə bir yerdəydi. Şamaxı məscidinin açılışı oldu. Orada bilirsiniz ki, o region əsasən əhl-i təsəvvürlər çoxdur və məzhəblər arasında Şafii, Hənəfi, Həmbəli məzhəbindən olanlar o məsciddə ibadət edirlər və mən gördüm ki, orada bir neçə adam zikr edir. Hacı baxdı belə, dedi, bu nə zikirdir deyirsən? Dedi, Allah Ekber, Allah Ekber deyirəm, əlhəmdülillah, subhanallah. Dedi, mənbəsini bilirsən, ya xanım Zəhra salam, dedi, yox, mənbəsi daha yoxdur. Belə mənbə yoxdur. Dedi, Səhih Müslimdə var, Səhih Müslimdə var ki, xanım Zəhra salamullah əleyhanın zikridir, Peyğəmbər xanım Zəhra məsələsini ortaya getirir ki, bu zikir ona aiddir. Dedi, xeyr, biz elə bunu eşitmişik ki, Səhih Müslimdir ki, bu zikirlər desə savabı qoyur. Yəni, biz əziz möhtərəm möminlər biləyim ki, hədislərin mənbəsi oradan ortaya gəlir ki, onlar təsdiq edirlər ki, Peyğəmbərimizin əziz qızının zikridir, bu xanım Zəhra salamullah əleyhanın zikridir. Və bu zikri də Peyğəmbərimizin qızı dedikcə, bütün hədis alimləri Peyğəmbərin dilindən nəql edirlər ki, xanım Zəhranın dediyi bu zikir Allah tərəfindən ona həvalə olunur ki, bu zikir ondan yadigarına qalsın bütün ümmətlərə, bütün insanlara. Ona görə bizim bu hədisimizdə, bizim bu zikrimizdə nə qədər böyük bir əhmiyyət var və nə qədər insan ruhiyyəsinin saflaşması var, insanın əsəblərinin, insanın bütün, belə desək, bədəninin saflaşması var bu zikirdə. İnsan nə qədər təsbih zikri ilə Allah-u Ekber dedikcə, Allahı zikr elədikcə, insan əzələləri işlədikcə, insan ruhu, insan psikologiyası düzəlməyə doğru gedir. Siz baxmışsınız, o bəzi malicəvi, o insanların ki, psikologiyası xərab olandan sonra onun üzərində gəlir bir həkim, onu malicə edir, onun başında, beynində olan problemlərin həll edilməsi üçün ona ən çox sakitçilik və sakit sözlər demək lazımdır. Peyğəmbərimizin əziz qızı xanım Zəhra deyir, bu zikri dedikcə insan ruhu saflaşır və insan Allaha olan bağlılığın bir an sübuta getirir. Allah-u Ekber dedikcə Allahın ucalığının, Allahın böyüklüyünün iradəsini ortaya getirir və eyni zamanda Allahın həmd-i sənasını deyir. Elhamdülillah, Allaha sonsuz şükürlər olsun və öz şükürünü bu zikirdə dair və Allahın pak və münəzzəh olduğunu sonda ispat edir ki, Allah pak və münəzzəhdir. Yəni, bu zikri bütünlüklə insanların, müsəlman dünyasının dilində şakirdir. Fəqət təəssüf olsun ki, xanım Zəhra salamullah əleyhanın zikri yalnız şiə dünyası ki, bunu dilində deyir ki, bizim əziz Peyğəmbərimizin qızı xanım Zəhranın zikridir. Amma yenə də qeyd edirəm ki, əziz möminlər, xüsusən sizlərdən bunu soruşduqda siz də cavabınız olsun ki, bütün hədis alimləri, hədislərimiz hamsılıqla, yəni bütünlüklə Peyğəmbər qızının zikrini təsdiq edirlər və təsdiq də ki, bizim ən böyük, yəni belə desək, bütün məzhəblərin, bütün cərəyanlar ki var, təriqətlər ki var, onlar Qurana bağlılıqdan sonra ikinci mərhələ Buxarını götürürlər yer və Buxarda da bu hədis öz yerində tapır ki, Peyğəmbərimiz özündən sonra qızı xanım Zəhra salamullah əleyhanın bir neçə kəlimatı varsa, onlardan biri də xanım Zəhra salamullah əleyhanın zikridir. İkinci mərhələ budur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əziz qızının Peyğəmbər yanında olması və Peyğəmbər sallallahu aleyhi və səlləmin əziz qızının
Şəhidlər deyir ki, bu belə bir məsələ yoxdur. Peyğəmbərin qızı nə güldü, nə ağladı. Peyğəmbər ki, söz dedi qızı xanım Zəhra salamullah əleyhə. Onlardan biri nə idi? Onlardan biri oydu ki, ya Zəhracan, mən dünyamı dəyişirəm, əbədiyyətə qovuşuram, Peyğəmbərin qızı ağladı. Dedi, ilahi, atamdan ayrılıq mən nə qədər çox çətin olacaq. Başladı ağlamağa. İkinci mənbə, Peyğəmbər söz deyildir, Peyğəmbərin qızı təbəssüm elədi, məndən sonra ilk şəhid sən olacaqsan, ya Zəhracan. Peyğəmbərimizin qızı təbəssüm elədi ki, yəni Peyğəmbərdən sonra yaşamağın mənası yoxdur. Bəzi mənbələrdə deyirlər ki, belə məsələ yoxdur. Amma yenə də qaydaq bu hədislərə, yenə də Buxarının özünə qaydaq. Buxarının özündə deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm 751-ci hədis, cild 2-ci cild. Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından sonra az bir vaxt keçdi ki, xanım Zəhra evində qaldı və evində yataq düşdü. Hədisi bu cürlə tərcümə edildi, amma tərcümə belə deyil. Bilirsiniz ki, hədisin tərcümələri var, şərhləri var. Peyğəmbərin evində yataq düşən xanım Zəhra az vaxtda vəfat elədi. Bu da bizə isbat edir, sübut edir ki, Peyğəmbərin qızı uzun sürən xəstəlikdən sonra vəfat elədi. Səhih Müslüm hədisində isə başqa bir mənbədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin qızı xanım Zəhra üzün tutaraq bizə belə dedi. Peyğəmbərdən sonra bilin ki, mən çox az bir vaxt qalacağam və mən ömrümü tamamlayacağam. Və mənim ölümüm hansı mərhələdə olacaqlı isə və mən Allahın arasında olan bir gizli sirr olaraq qaldım. Və mən ölümün hansı halda olacağını bilmirəm. Amma Allah rəhmət eləsin, Əllamə Hilli böyük alimlərdəndir və eyni zamanda Allah rəhmət eləsin, böyük alimlərimizdən biri, Əllamə Amil, böyük alimlərdən biridir, Amili. O yazır ki, bilirsiniz ki, onun Həzrəti Peyğəmbər və Əhl-i Beyti haqqında çoxlu kitab və hədislər və eyni zamanda Quran ayətlərinin təfsilatını işləyir və eyni zamanda İmam Hüseyn Kərbəla haqqında, yəni faciəsi haqqında 40 il ömrün həsr edildi. 40 il ömrünü həsr edib o kitablara. Və o kitabların içərisində bunu deyir, mən bütün hədislərin araşdırmasını apardım. Peyğəmbərimizin əziz qızı xanım Zəhra sallallahu aleyhanın şəhadəti haqqında bu sözü sorğuya verdim, sual verdim. Niyə görə Peyğəmbərimizin qızı 18 yaşında vəfat elədi? Bunun xəstəliğinin əlacı var idi görəsən. Və nə xəstəliklə düçar olunmuşdur. Bugün tarixdə Allah lənət eləsin, Əbu Ləhəb ölməyinin tarixi də bəllidir və nə üçün öldü, o da bəllidir. Adam nədən xəstələnə bilər? Məclislərə gedirik, məsəl üçün təəssüf olsun ki, bugün məclislərdə gələndə ölü yesindən onu soruşur. Nədən öldü? Deyir ki, hərçəndən öldü, ürək arasından öldü, ürək çatışmamasından öldü. Deyir, mənə deyir, Qulan həkimə, bu vaxtında gələydim, deyəydi desin. İndi gəlmişsən məsələni. Yəni, bu məsələni soruşurlar. Xanım Zəhra salamullah əleyhə, Allah rəhmət eləsin alim, deyir, 18 yaşında nədən öldü? Bu sualın cavabını axtarır. Yəni, xanım Zəhranın neydi xəstəliyi? Səbəb neydi? Və deyir, bütün alimlərə, bu alimlər ki, xanım Zəhranın ölümünü bu cürlə bağlayırlar ki, o öz özəliyle öldü, deyir, nədən öldü? 18 yaşında adam qəfil ölüm səbəbi olmalıdır. Narahatçılığı nədən idi? Yəni, tarixdə var ki, Peyğəmbərimiz uzun sürə xəstəlikdən sonra vəfat elədi. Bir mənbə belədir, bir mənbədə yazılır ki, Peyğəmbər zəhərləndi və şəhadət çatdı. İkinci mənbəsi budur. İmam Həsən əleyhissalam zəhərlə şəhadət çatdı. Tarix yazır ki, öz xanımı tərəfindən zəhərləndi. Yəni, bu tarixlər hamısı var. Bəs xanım Zəhra necə oldu? 18 yaşında vəfat elədi, şəhadətə çatdı.
Sualın cavabı o mənbələr belə deyil. Xanım Zəhra özü demişdi ki, Peyğəmbərdən sonra mən az qalacağım. Yaxşı, mən deyirəm ki, mən filan kəsdən sonra az qalacaq. Mənim deməyim nədir? Ya mən özümü asmalıyam, öldürməliyəm. Demişdim, sözümü ispat eləməliyəm, göstərməliyəm. Ya nəsə olmalıdır. Amma Peyğəmbərin qızının sözü bir dənə mesajdır. Peyğəmbər bir dənə mesaj verir ki, Peyğəmbər qızına, məndən sonra sən şəhadətə çatacaqsan və bunu de. Necə ki, Əli əleyhissalam dediyi müncəmə ki, məni öldürən sən olacaqsan. Və ona mesaj verir ki, mən sən öldürəcəksən. Nə deyir müncəmə? Deyir, bu əllər qurusun ki, ya Əli, mən bir gün sənə qılınc qalırım. Nəticə nə oldu? Ələ deyir. Əllər qurusun, zaman gəlir ki, meydanda ibadət vaxtı əlini öldürən bir müncəm olur. Və Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin qızı xanım Zəhra ki, bu sözü deyir və bu sözün cavabı var. Bu sözün cavabı budur ki, xəbərin verir ki, bir günləri məni siz öldürəcəksiniz. Bir gün mən sizin əmrinizlə, göstərişinizlə mənə əziyyət olacaq və məni siz öldürəcəksiniz. Peyğəmbərin dəfnindən sonra bu məsələlər ortaya gəlir. Elə ki, Peyğəmbərin xanımanına hücum oldu, Peyğəmbərin əziz qızının qapısı yandırıldı, ona həmlə olundu, Əli ibn Əbi Talibin əlləri bağlandı, bu tarixlər uzun danışmaq çünki bunların haqqında bilən deyildi. Yəni, bu məsələlər ortaya gəldi, Peyğəmbərin qızı nə deyir? Fədək xütbəsində bir dənə gözəl sözü var. Deyir, axı mən bunları sizə demişdim. Mən bunları sizə hamısını demişdim ki, nələr olacaq, nələr baş verəcək, Peyğəmbər mənə neyi dedi və mən sizə neyi dedim. Siz bunların cavabında bir söz dediniz ki, əstəğfirullah, bizi Peyğəmbər öz xanımlarını tapşırdı. Peyğəmbərin xanımları seçiləndir, müqəddəsdir, Peyğəmbərin ailəsi müqəddəsdir.